Hər kəsə salamlar dostlar. Necəsiniz? Ümid ki, yaxşısınız. Bu gün sizlər bir şey eləyəcəyik. Bu gün bəli, yenidən bir dənə takipçimizin hesabı ilə qarşınızdayım. Bu gün onun hesabını incələməyə videosu çəkəcəyim. Əgər bu videoya 15 like gəlsə, hesab incələmə videolarının davamı gələsidir. Deyirik və çox uzatmadan videomuza keçsək. 15 like atın ki, belə videoların davamı gəlsin. Əvvəlcə maşın qisminə keçdiyimizdə təəssüf ki, 3 ədəd maşınımız var. Heç elmas vurulmayıb, yəni. Sonra buradan kasa kısmına keçdiyimizdə paltarlarımız, yəni belədirlər, paltarlar pis deyil. Qəşəng paltarları var yəni. Amma elmas vurulmayıb da, ona görə də azdır paltar biraz. Şalvarlara da baxırıq. Şalvarlarımız da belədir, yəni. Emoji qismini keçdiyimizdə bu hesab yəni heç pul vurulmadığına görə, elmas vurulmadığına görə, yəni emoji qismi çox əladır. Buradan sütçünü yoxdur. Kolleksiyonu keçdiyimizdə çantalarımız belədir, yəni azdır. Təəssüf ki 9 dənə burada qardiyanımız var. Bunlar da yəni belədir. Bir ədəd motosikletimiz, bir ədəd canavar kamyonumuz, bir ədəd də uvazımız var. Profillər keçdiyimiz 19 ədəd kiçik profilimiz, 17 ədəd də böyük uzun profilimizdən var. Birikimləri keçdiyimizdə, yəni birikimlərimiz belədir. $1200 qızıl var. Bunu çevirmək olur, görüm. Olmur. 445 dənə bundan var. Hələ bu bir dənə klana belə qatılmayıb. 495 dənədir bundan. Görüm nə ala bilirik. Nəysə bu profili aldım getdi. Yəni hesab belədir. Hesabda çox şey yoxdur. Silah qisminə keçək hesabın. Galeriden baxaq. Təəssüf ki 17 dənə, sadəcə 17 dənə silahımız var. Bir ədəd qılınc, bir ədəd bomba, UMP, M4A1, P90'ımız, Mag 7, 3 ədəd tavamız, bir ədəd pala, bir ədəd sopamız, 3 ədəd M4A1 var imiş, bir ədəd AKM, qalanları da Guardian, P90, bir də XM8'dir. Yəni galeriden də belə baxaq, vaxtlı silahlar da olub, amma yəni hesab heç pul oyuna, heç pul, bu hesaba yəni heç pul vurulmadığı üçün pis deyil yenə də. Bunları da bir dənə belə silahlar qoyaq bura. Karakterlərinə baxırıq. Çoxlu karakterlər var yəni, pis deyil. Karakterlər pis deyil məncə. Burada özümün ayarını kuşanım. Çox rahat oynaya biləcək. Aha, yəni hesab belədir də. Hesaba başqa arasına baxa bilərik. Girək bir dənə belə də baxaq hesaba. Heç kahraman olmayıb. Battle Royale'də nədir bu? Altın. S dərəcəlidə də, yəni C dərəcəlidə də platin 3'dür. Başqa Monster rankına da baxdıq. Görmür bırı yerinə necə baxaq. Oy, bir qəşəng koftadır. İnşallah bu arada qardaşımın yaxın zamanda yenidən hesabını fullləmə videosu gələcək. Hal-hazırda hesabında 1300 elmas var qardaşımın. Amma yəni inşallah onu bir 1500-1600 eləyib inşallah yenidən hesab fullləmə videosu gələcək. Əvvəlki hesab fullləmə videosunda çoxlu dəstəklərinizi bildirmişdiniz. Ona görə çox sağ olun. Sarıqdan da bir dənə çevirdik. Girək bir dənə buradan parti yerindən puanına da baxaq. Nədir bu? Aha, çanta. Çantadır. Deyəsən çanta idi, baxım buna. Çantadırsa bomba kimi. Çanta. Çox qəşəng. Çox şey yoxdur hesabda yəni. Başqa baxmadığımız ara qaldı. Buralara baxdıq. Buradan bir dənə
yoldaşlarına da baxaq. 4 tane yoldaşı var. Otero, Dragon, canavar, bir de ki bu neydi onun adı? Pingvin var. Prime qismində də təəssüf ki, yenə elmas vurulmayıb. Buna görə Prime bir zad etsin olmayıb, heç elmas vurulmayıb yəni. Başqa baxaq bir gəlin buralara da baxaq. Buna da baxdığımızda yenə hesabın nə qədər vaxt qabağa oynandığını görə bilirik. 1, 2, 3, 4, 8 ay qabağa açılan hesabdır da yəni. Hesabda çox oynanmır deyə bəzi şeylər çox azdır, yəni bu hesab da belə idi. Hesabda başqa baxlası heç nə yoxdur, onun üstə heç elmas vurulmayıb, buna görə də az şey var. Onun üstə bu paltarları da buradan göstərdim. İnşallah yəni belə videoların davamı gələcək. Bəyənsəniz kanalımıza abunə olun, videomuzu bəyənin, qardaşımın hesabını fulləmə videosu da gələcək. Sağ olun, sevilirsiniz.